Olimpiyadanın ikinci mərhələsində də iştirak etdim və dedim ki, an hisslərimi, həyəcanlarımı və necə yazdığımı paylaşım. Bu gün olimpiyadada iştirak etdiyimin ikinci videosunu çəkirəm. İlk öncə qısaca elə olimpiyadanın necə olduğundan danışım. Belə, yəni şərait olaraq çox gözəl bir məktəbə düşmüşdük və şərait də ortalama olardı, yəni. Olimpiyadadan bildiyin kimi biologiya fənni üzrə getmişdim və biologiyadan bildiklərimi yoxlamaq istədim. Ancaq bir 50% yazdığım kimi təsəvvür edirəm. Yəni bir 50%-ni məsələn düz yazdığım kimi təsəvvür edirəm. Suallar həqiqətən də çox böyükdür. Yəni bir vərəqə şəxsən bir sualı bir vərəqə yazmışdılar. Belə bilmirəm görünür, görünmür. Yəni bir sual üçün bir vərəq ayrılmışdı. Təsəvvür et ki, 20 sual idi və bizə 2 saat 30 dəqiqədə vaxt verdilər. Düzdür, mən 1 saat yarıma yazdım, çıxdım. Ancaq elələr var idi ki, sona qədər oturdular, əminəm. Yəni orada bəzi hazırlaşan insanlar var idi. Düzdür, mən olimpiyadaya hazırlaşmamışdım. Təsadüf əsəri getmişdim və necə deyim, tutdu qatıq tutmadı ayıran məsəli getmişdim mən o imtahana. Yəni bəlkə bəxtim gətirər də növbəti mərhələyə keçərəm deyə getmişdim. İlk öncə mərhələ məsələn getməyən yoldaşlarımız varsa, biologiyanın səviyyəsini soruşursa bunu deyə bilərəm. Biologiya çox çətin idi, suallar çox böyük idi. Bəzən hətta yəni böyük-böyük suallar salmışdılar. Necə deyim, o hansı ki 11-ci sinif dərsinin əvvəlində vardı. Bir də balığın pulcuqları ilə əlaqəli bir sual var idi. O da ki dərslikdə olmayan bir material idi. Məlumat əsaslı vermişdi və cavablar da qeyri-dəqiq olduğuna görə insan seçərkən biraz çətinlik çəkirdi. Orada cəmi bir dənə sual var idi. O da genetika sualı idi. Drozofil milçəyi ilə əlaqəli bir sual idi. Onu da genetika bildiyimə görə yaza bilmişdim. Yəni orada düzgün cavabı ala bilmişdim. O birisilər isə tamamilə şans əsəri yazdığım suallar idi. Hərə bir fəndən getmişdi. Yəni tək 11-lər deyildi. Hətta deyərdim ki, 11-ci sinif biologiya kabinetdə bir dənə mən idim. 8-9 biologiyalarda var idi, yəni ki. Ancaq belə baxdığıma görə çoxunluq tarix, riyaziyyat bu kimi fənlər üzrə getmişdi. Ədalət məsələsinə gəlsək, o qədər də ədalətli deyildi, yəni. Çünki məsələn mənim yanımda oturan bir yoldaş var idi və onun arxasında oturan bir yoldaşla bərabər olimpiyadanın suallarını işləyirdilər. Bu da halı ilə yəni biraz qeyri-ədalətsiz ortam yaratmağa gətirib çıxarır. Amma beləliklə imtahanın gedişi, olimpiyadanın sualları falan belə maraqlı idi. Yəni gedib özümüzü yoxlaya bildik, nəticə çıxara bildik. Burada olimpiyadaya hazırlaşan yoldaşlarımız varsa, onlardan da xahiş edirəm ki, şərhlər qismində yazsınlar ki, biologiya olimpiyadası həqiqətən də çox çətin bir səviyyədə idi, yoxsa sizə görəmi asan idi? Biz də bilək, həqiqətən bizə də maraqlı gəlir. Yəni ümumi olaraq biologiyanı məsələn %90 bilən bir insan gedib bu olimpiyadadan %50 nəticə göstərə bilər. İndi bilmirəm, %50 nəticə növbəti mərhələ üçün keçərmi, keçməzmi, orası biraz naməlum məsələdir. Ancaq 7-ci sinifdə getdiyimdə %45-60 arası bir nəticə göstərdiyimi xatırlayıram. Təqribən 4-5 il bundan öncə və mən yarı final turuna qədər gələ bilmişdim. Yəni hər halda onda gələ bildimsə, yəqin indi də gələ bilərəm. Yaxşı, tutaq ki bu mərhələni keçdim, nə edərdim? Açıqcası hazırlaşmağa cəhd edərdim. Bir baxardım yəni YouTube-dan falan araşdırardım ki, görəsən necə hazırlaşırlar, necə edirlər, bu sonuncu mərhələlərdə necə olur. Çünki işin ucunda 150 ballıq blok hədiyyəsi və müxtəlif hədiyyələr var. Hətta respublikada sənin adın çıxacaq, məşhur olacaqsan, bəlkə də televizora falan dəvət olunacaqsan. Bu kimi hədiyyələr olduqda insanı biraz da motive edir və həm də yəni necə deyim, səviyyəni ölçəcəyin çox gözəl bir sınaq imtahanına bənzər bir şeydir. Bir sual da mənə maraqlı gəldi. Keçən dəfə bunu yayında bir nəfər vermişdi. Belə demişdi: "Səncə blok çətindir yoxsa olimpiyada?" Məncə hərəsinin ayrı-ayrı səviyyələri var. Blok məktəb suallarının çətin səviyyəsidir. Olimpiyada isə məktəbdən xaric suallarının çətin səviyyəsidir. Bu pələnglə delfini bir dənizdə yarışdırmağa bənzəyir. Delfin dənizdə yaxşı üzür, ancaq pələng dənizdə qaça bilmir. Yəni blokun da öz çətinliyi var, olimpiyadanın da. Ancaq maraqlı gəlirsə deyim, məncə olimpiyada blokdan daha çətin olardı. Məsələn, sırf məktəb kursunu biliriksə, olimpiyada nisbətən çətin olardı bloka nəzərən. Amma blokun da yenə istər-istəməz öz ağırlığı var. İştirak etdik, nəticəmizi gördük. Daha nəticəmiz çıxmasa da bir az-çox təxmin etdik. Olimpiyadada iştirak edən yoldaşlarıma da uğurlar arzulayıram. İnşallah nəticələrimiz çox gözəl olar, çox gözəl xəbərlər eşidərik. Və xahiş edirəm, olimpiada nəticələrindən keçdikdə də şərhlər qismində yazın. Bizə də sizin müddətiniz, sizin keçdiyiniz yolda maraqlı gəlir. Keçmiş illərdə olimpiyadada iştirak edənlər varsa, onlar da yaza bilər, o şərhlərdə oxuyacağam. Yəni ümumi olaraq ikinci mərhələ belə idi. Getməyənlər üçün də deyim. Yəni biraz birinci mərhələ nisbətən daha çətin idi. 20 sual var idi və sualların formatı da həddən artıq böyük idi.
Ancaq məsələn, hazırlaşsaq bəlkə də gedib yer tuta bilərdik deyə düşünürəm. Olsun, yenə məğlub da olsaq, qazansaq da yolun sonunda itirəcək bir şeyimiz yoxdur. Yenidən hər birinizə uğurlar arzulayıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ ol, salamat qal.